BYD dünyanı dəyişə biləcəyi zavod qurur. Çinin avtomobil nəhəngi BYD, Shenzhou şəhərində inşa etdiyi yeni zavodla dünyanın ən böyük istehsal mərkəzlərindən birinə çevrilir. Zavodun hazırki sahəsi 22,5 kvadrat kilometr. Tam tikildikdən sonra isə təxminən 32 kvadrat kilometrə çatacaq. Sosial şəbəkələrdə yayılan 50 kvadrat mil iddialarına baxmayaraq, bu göstərici San Francisco'nun 46,9 kvadrat mil sahəsindən azdır. Burada artıq 60 mindən çox insan çalışır və illik istehsal gücü 2 milyon avtomobilə qədərdir. Bu nəhəng layihə BYD-nin elektromobil bazarındakı liderliyini və Çinin sənaye potensialını bir daha nümayiş etdirir. Miqyas baxımından müasir dövrün ən iddialı sənaye layihələrindən biridir. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.